Şeyx Bəhai kimi tanınan Bahaəddin Məhəmməd Hüseyn İbn Amuli İranın tanınmış həkim və alimlərindən biridir. O 925-ci Hicri şəmsi ilində anadan olmuşdur. Deyirlər ki, bir gün Şah Abbasla Şeyx Bəhai arasında tərbiyənin mi yoxsa əsalətin mi daha vacib olduğu barədə mübahisə yarandı. Tərbiyə üstündür. Əsalət üstündür. Tərbiyə üstündür. Əsalət üstündür. Tərbiyə. Əsalət. Tərbiyə. Şah Abbas tərbiyənin daha üstün olduğunu sübut etmək üçün Bəhaini sarayına dəvət etdi. Hər yer qaranlıq idi. Bir müddət sonra 4 pişik başlarının üzərində şam ilə otağa daxil oldu və hər yer işıqlanmağa başladı. Şah Abbas dedi: Biz bu işi görmək üçün pişikləri tərbiyə etmişik. İndi gördün, tərbiyə daha vacibdir. Şeyx Bəhai dedi: Əgər sabah bu pişiklər eyni işi görsələr, onda sənin sözünü qəbul edərəm. Ertəsi gün Şeyx Bəhai yenidən Şah Abbasın sarayına getdi və yenə də pişiklər şam ilə otağa daxil oldular. Həmin anda Şeyx Bəhai otağa bir neçə sıçan buraxdı. Pişiklər çaşqın halda şamları buraxdılar və sıçanların ardınca qaçdılar. Bu hadisədən sonra Şeyx Bəhai Şah Abbasa üst tutub dedi: İndi gördün ki, pişiyin təbiəti sıçan tutmaqdır. Deməli vacib olan nədir? Tərbiyə. Xeyr. Sən haqlısan. Əsalət daha önəmlidir.